Salam, xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağam ki, qadın və kişi sevgili və ya evlilik münasibətlərində tərəflərdən biri, yəni xüsusilə də qadın, yəni bura kişi də aiddir, amma xüsusilə də qadın ayrılmağa qərar verərsə, məsafə saxlayarsa və yaxud da ayrılıqdan sonra nələri eləmək ümumiyyətlə işə yaramayacaq. İşə yaramayacaq. Birincisi, gedəni saxlamaq. Gedəni saxlamaq necə olur? Məsələn, şikayət eləməklə ki, sən məni yazıq duruma buraxdın, sən məni yarı yolda buraxdın, sən məni incitdin. Uzaq başı sizə yazığı gələ bilər. Amma o gedəni saxlaya bilməz, onun sizə qarşı olan hisslərini geri qaytara bilməz. Və yaxud da söz vermək ki, mən söz verirəm bundan sonra başqa cür insan olacam, mən dəyişəcəm. Və yaxud da kişidirsə deyir ki, mən içkini buraxacam, narkotik maddəni buraxacam, onu eləyəcəm, bunu eləyəcəm. Bunlar da bir işə yaramaz. Və yaxud da gedənin arxasınca təhqir eləmək ki, ay köpək oğlu, ay köpək qızı, səni görüm belə olasan, səni görüm elə olasan. Bu da bir işə yaramayacaq. Əksinə sizi hörmətdən salacaq. Bu bir faktdır. Və yaxud da ikincisi, duyğusal reaksiya vermək. Yəni, qarşı tərəf sizə soyuq davrananda incimək, küsmək və yaxud da ağlamaq, sızlamaq, bunlar heç bir işə yaramayacaq. Əksinə sizi zəif biri olaraq göstərəcək. Hətta günah sizdə olmasa belə, qarşı tərəfdə olsa belə. Daha sonra növbəti, üçüncüsü, yəni dəyərli olduğunuzu birinə isbat edə bilmərsiniz heç vaxt. Yəni dəyərli olduğunuzu birinə isbat eləmə əziyyəti, çabası da boşunadır. Yəni ki, demək ki, niyə görə sən uzaqlaşırsan, mən sənin üçün bu şeyləri etmişəm, evim var, maşınım var, pulum var və yaxud da qadınsa deyir ki, mən saçımı sənə süpürgə etmişəm, sənin əziyyətini çox çəkmişəm. Yəni, sən onlara sübut eləmək ki, nəyə görə məhz mən, nəyə görə məhz mən dəyərliyəm, bu bir işə yaramayacaq. Sizə dəyər verməyən bir insana siz dəyərinizi açıqlamayla izah eləyə bilməzsiniz. Çünki insanın dəyərini müəyyən edən bir başqası deyildir. İnsanın özgüvənidir, insanın davranışlarıdır, insanın özünə qarşı olan hörmətidir. İnsan zaten yüksələndə, özünün ən yüksək versiyası olanda dəyər öz-özlüyündən bilinir. Yəni, birinə dəyərinizi izah edə bilməzsiniz. Və dördüncüsü, onun davranışlarının sizin xoşbəxtçiliyini və ya bədbəxtçiliyinizi müəyyən eləməsinə imkan vermək. Deyək ki, bir SMS yazanda xoşbəxtsiz, yazmayanda bədbəxtsiz. Yəni, bu zaman onun davranışları sizin duyğularınızı manipulə etmiş olur. Başa düşürsünüzmü? Yəni, sizin əhval-ruhiyyəniz birbaşa onun davranışlarından asılı olur. Bu da bir işə yaramayacaq. Və nəhayət, beşincisi, ən maraqlı olanı itirmə qorxusudur. Əgər sizdə itirmə qorxusu varsa, o duyğuları kontrol altına ala bilmirsinizsə, tez əl çatan olursunuz, zamanınız o insana doğru gedir. Ən əsas məsələ, onun dediyi bütün şərtlərə razılaşırsınız və ondan da bərbad bir məsələ, onun təhqirlərinə, tənqidlərinə, söyüşlərinə məruz qalaraq onları sinəyə çəkirsiniz və nəticədə dəyərdən düşürsünüz və nəticədə sizə hörmət etmirlər. Xüsusilə bu qadındırsa, qadın hörmət etmədiyi bir kişini heç vaxt sevə bilməz. Saymadığı, heyran olmadığı bir kişini heç vaxt sevə bilməz. Bunun əksi də keçərlidir, lakin bu qadınlarda daha çox rast gəlinir. Ona görə nə etmək lazımdır? Bəzən əgər o adamın sizə qarşı həqiqi hissləri varsa, o sizə zaten siz səssiz qaldığınızda geri qayıdacaq.
əgər geri qayıtmayacaqsa, demək ki, sizə uyğun adam deyildir. Bu durumda bu şəkildə deməlisiniz. Mən icazə verirəm ki, mənə yox desinlər. Mən özümü ondan azad edirəm və onu da azad buraxıram. Və mənə kimsə yox deməsə, əslində mən bunu anormal qəbul edərəm. Hər kəs mənə hə deməyi əslində bu anormallıqdır, elə deyilmi? Bir adam əgər mənə yox deyirsə, bu tamamilə normal bir şeydir. Və münasibətlər heç bir zaman əbədi deyildir. Çünki biz bilirik ki, dopamin hormonu var, insanı eşq vaxtında ekstaz vəziyyətinə gətirir. Bu kişilərdə də belədir, qadınlarda da belədir. Lakin qadınlarda bu daha yüksək və daha qısa bir müddətlidir. Sonra oksitosin hormonu var ki, bunlar da sadəcə bağlılıq yaradır, yəni doğmalıq yaradır. Dopamin gec-tez sönəcək, çünki dopamin yeniliklə bağlıdır. Yəni, xüsusilə qadınlardan əgər söhbət gedirsə, qadınlarda hiperqamiya var. Hər zaman ən keyfiyyətlisini, ən yaxşısını axtara bilmək. Başa düşürsünüzmü? Yəni, o dopamin, o duyğu yoxdursa, artıq onu orada saxlaya bilməzsiniz. Nə bir açıqlama ilə, nə şikayət eləməklə, nə sözlər verərək, nə də ki, dəyərinizi ona sübut edərək. Bu tip şeylərin heç biri işə yaramayacaq. Xüsusilə güvəncə axtarmaq. Yəni, sizə məsafəli davranırsa, belə demək ki, niyə mənə soyuq davranırsan? Sən niyə belə eləyirsən? Sən nəyə görə mənə qarşı axır zamanlar belə laqeyd yanaşmısan? Yəni, bu tipdən olan bir açıqlama əksinə sizi güvənsiz göstərəcək. Ona görə ilk öncə dərindən nəfəs alın və sağlamlığınızı qoruyun. Diqqətinizə görə minnətdaram. Sağ olun.